Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri. 4-cü siniflər üçün Çinar yayımlarının riyaziyyatdan yarpaq test vəsaitindən izahlarımız davam edir. 9-cu testin izahı ilə davam edirik. Mövzumuz toxlama və çıxmanın digər üsullarıdır. Mövzunun haqqında, bu üsullar haqqında tapşırıqların həlli zamanı, izah zamanı geniş məlumat verilmiş olacaq. Ona görə də birbaşa izahlara başlayırıq. İlk tapşırıq 1-dən başlayırıq. 1-də yazır ki, əvəzləmə üsulundan istifadə edən sahib boş xanaya hansı ədədi yazmalıdır? Toplama əməlidir. Toplama əməlində əvəzləmə üsulu belə yerinə yetirilmiş olur. Toplananlardan birini yuvarlaq ədədə tamamlayırıq və əgər toplananlardan birini neçə vahid azaldırıqsa, digər toplananı həmin qədər artırmaq lazımdır və yaxud da ki, birini neçə vahid artırırsa, digərini həmin vahid azaltmaq lazımdır ki, cəm dəyişməsin. Burada da bərabərliyin sol tərəfində 382 üstəgəlsin 1602-dir və baxırıq ki, 382 yazılan yer boş qalıb və 1602 2 vahid azaldılıb. Deməli, növbəti cəmin dəyişməməsi üçün birinci toplanan 382-ni 2 vahid artırmaq lazımdır ki, bu da 384 etmiş olacaq ki, doğru cavabda B variantında verilmişdir. İkinci tapşırığa baxır, yazır ki, əvəzləmə üsulundan istifadə edən Mədinə fərqi tapmışdır. Mədinə hansı ədədlərin fərqini tapmışdır? Bunu bizdən soruşur. Ədədlər göstərilməyib, amma digər tərəfdə əvəzləmə üsulu tətbiq olunub və çıxılan yuvarlaq ədədə tamamlanır. Çıxılan yuvarlaq ədədə tamamlamaqla daha sadə şəkildə hesablama yerinə yetirilmiş olacaq ki, biz hansı ədədləri tamamladığını tapmaq üçün variantlara baxmalıyıq. Bilirik ki, gəlin birinci qayda ilə tanış olaq ki, əgər biz çıxılanı yuvarlaq ədədə tamamlayırıqsa, bu zaman ya çıxılanı artırarıq ya da azaldarıq. Daha öncəki qaydalardan da bilirik ki, azalan və çıxılanı eyni qədər artırsaq və ya azaltsaq, fərq dəyişmir. Burada da məlumdur ki, əgər biz çıxılanı azaltmışıqsa, neçə vahid azaltmışıqsa, deməli, azalanı da həmin qədər azaltmalıyıq ki, fərq dəyişməsin. Əgər artırmışıqsa, eyni qaydada olaraq azalanı da həmin qədər artırmaq lazımdır. Aya baxırıq, burada 600 verib, əsas bizim üçün bu 600-ü görürük dəyişməyib. Əgər dəyişməyibsə, deməli, azalan da birinci tərəfdə dəyişməməlidir. Amma burada 617 yox, 8617 yox, 8619-dur. Deməli, dəyişdiyinə görə doğru cavab deyil. Növbəti baxırıq ki, 8618 və 603-dür. 603 3 vahid azalıb. Deməli, burada da 3 vahid azalması lazımdır ki, amma görürük ki, 618-i biz 3 vahid azalsa 615 etmiş olur. Deməli, doğru deyil. Bu da doğru deyil. C-yə baxırıq, 8620 və 620-dir. Əgər biz 620-ni 20 vahid azaldırıqsa, onda 8620 də 20 vahid azalsaq, bu da 8600 edir və bu da doğru cavab deyil. Bunu da üstünə vurur, çünki 8600-dən 600-də 8000 qalacaq. Növbəti baxırıq ki, D-yə 8619 və 602-dir. 602-ni neyiniyib burada? 2 vahid azaldıb. 8619-da 2 vahid azaltmış olsaq, burada olacaq 8617, burada da 600 olmuş olur və doğru cavabımız D variantında verilmişdir. Bildirim ki, daha ətraflı öyrənmək üçün, bu qaydalarla tanış olmaq üçün müraciət edə bilərsiniz. Onların hazırlıq qruplarımızda mövcuddur. 3-ə baxırıq, yazır ki, əvəzləmə üsulundan istifadə edərək cəmi hesablayın. Burada da əvəzləmə üsulunu biz tətbiq etmiş olaraq toplananlardan birini yuvarlaq ədədə tamamlamış oluruq. Digər toplananı, daha doğrusu cəmi tapmış olaraq. Toplananlardan birini neçə vahid artırırıqsa, digərini də həmin vahid azaltmamız lazımdır. 4027, 427 və 3401-dir. Biz 3401-i bir vahid azaltmış olsaq, 3400 alarıq. Onda bunu bir vahid azaldırıqsa, buradan 1 çıxırıqsa, digər tərəfə 1 əlavə etməli. Toplananlardan birini neçə vahid azaltsaq, digərini həmin qədər artırmaq lazımdır. Onda olacaq neçə? 428 və 3470 olacaq. Bunları toplayanda eləcək
3828 olur ki, doğru cavabımız B variantında verilmiştir. Dördüncü tapşırıqla davam edirik. Yazır ki, ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdıraraq cəmi hesablayın. Bu da təqribi hesablama üsullarındandır. Burada təxmini hesablamadan istifadə etmiş oluruq. Yüzlüklərə qədər yuvarlaqlaşdırmağımızı istəyir bizdən. 2568-i yüzlüklərə qədər yuvarlaqlaşdırmış olsaq, buradan yazmış oluruz. Bu da 2670 olacaq. Digərini də 394. Bunu da yüzlüyə qədər yuvarlaqlaşdırmış olsaq, bu da 470 olacaq ki, bunların cəmi də 3000-ə bərabərdir. Doğru cavabımız da A variantında verilmişdir. 5-də yazır ki, Səma verilən ədədlərin dəqiq fərqini hesabladı. Daha sonra ədədləri minliklərə qədər yuvarlaqlaşdıraraq təqribi fərqi hesabladı. Dəqiq fərqlə təqribi fərqin müqayisəsi hansı bənddə doğru verilmişdir? Verilmiş ədədləri ilk öncə dəqiq fərqini hesablamışdır. Yəni 9145 və 2376-nın fərqini tapmışdır. 15-dən 6 çıxanda eləyəcək 9 eləyir. Burada 1-in vermişdik. 13-dən 7 çıxanda 6. Burada qalmışdı 90. 90-dan da 23 çıxanda eləyəcək 67. Daha sonra deyir ki, ədədləri minliklərə qədər yuvarlaqlaşdırıb hesablama aparıb. Birinci azalana baxsaq ki, 9145-i minliyə qədər yuvarlarsa 9000 alınmış olacaq. Digəri 2376-nı da minliyə qədər yuvarlaqlaşdırmış olsa, bu da 2070 olur. Bunların fərqi də 7070 olacaq. Və bu zaman bizə deyir ki, dəqiq fərqlə təqribi fərqin müqayisəsi hansı bənddə doğru verilmişdir. Burada da yazırıq ki, dəqiq fərq 6769 kiçikdir 7000-dən. Doğru cavab harda verilmişdir? Əlbəttə ki, B variantında göstərilmişdir. 6-ya baxırıq, yazır ki, şəhərimizdəki 24955 nəfərdən 12872-si kişi, 1963-ü uşaq, qalanları isə qadınlardır. Şəhərimizdə təxminən neçə min nəfər qadın yaşayır. Yenə bu təxmini hesablama üsulundan istifadə edir. Neçə min deyirsə, deməli minliklərə qədər yuvarlaqlaşdırmaq lazımdır. Bilirik ki, şəhərimizdəki 24955 nəfərdən 12872 nəfəri kişidir. Öncə bunu 24955-i minliklərə qədər yuvarlaqlaşdırmış olsaq, 24955 minliyə qədər yuvarlaqlaşdırmış olsaq 25000 etmiş olacaq. 12872-ni minliyə qədər yuvarlaqlaşdırmış olsaq, bu 13000 etmiş olacaq. Və 1963-ü minliyə qədər yuvarlaqırsa, bu da 2000 etmiş olacaq. Və biz cəmdən, yəni şəhərimizdə olanların ümumi sayından 25000-dən bunları çıxmış olsaq, 25000 çıxılsın 13000 çıxılsın 2000 bərabərdir. 25000-dən 13000 çıxanda 12000, bundan da 2000 çıxanda 10000 etmiş olacaq. Doğru cavabımız da B variantında verilmişdir. Növbəti baxırıq. 7-ci tapşırıqda yazır ki, ədədlərin minliklərə qədər yuvarlaqlaşdırmaqla hesablanmış təqribi cəmi hansı modeldə təsvir olunmuşdur? Minliklərə qədər yuvarlaqlaşdırırıq. Yuvarlaqlaşdırmaqla hesablanmış təqribi cəmi. Bunları yuvarlaqlaşdırmış olsaq minliyə qədər bu olacaq 24000 etmiş olur. Digəri də 5000 etmiş olacaq. Bunların da cəmi bizdən soruşur. Bu da 29000 və modellərə baxırıq. Birincisində olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 28000-dir. Bura baxırıq ki 20, bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 28000, 1, 2, 3, 4, 5, 6, 7, 28800 bu da deyil. Yəni bu da olmayacaq. Zaten bunun üstündə də vaxt itirməyək. Bizə
29.000 lazım. Bu 20. Burası da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 29.000. Bu da D variantında verilmiştir. 8-ci tapşırığa baxırıq. Yazır ki, əvəzləmə üsulundan istifadə edərək fərqi hesablayın. Əvəzləmə üsulundan istifadə etmiş olaraq, gəlin bu tərəfdə bunu yazmış olaq. Yazırıq ki, 56.312 çıxılsın. Burada toplama əməli var. Burada isə çıxma əməli var. Fərqi tapın. Bu çıxma olmalıdır. Bu səbəbdən də, yəni burada olacaq neçə? 3996. 3996 bərabərdir. Biz əlbəttə çıxma əməlində hər zaman, yəni əsasən də çıxılanı yuvarlaq ədədə tamamlamalıyıq. Burada 3996 üstünə 4 gəlmiş olsa, yəni 4 vahid artırsaq, onda azalanı da 4 vahid artırmağımız lazım ki, bu olacaq 56.316 olmuş olacaq. Çıxılsın 4000. Bu da bərabərdir. Buradan yazmış oluruq ki, 56.316-dan 4000'i çıxsaq 52.316 etmiş olacaq. 52.316 da D variantında verilmişdir. Növbəti 9-cu suala baxırıq. Yəni ki, Tural toplananlardan birini açıq şəkildə yazmaqla cəmi hesabladı. Buna görə boş xanalarda aşağıdakı ədədlərdən hansı yazıla bilər? Toplama və çıxmanın digər üsullarından biri də açıq şəkildə yazmaqdır. Yəni ədədi toplananlardan birini açıq şəkildə yazmaqla cəmi tapmaqdır ki, burada da birinci toplanan olduğu kimi qalıb, ikinci toplananı açıq şəkildə yazmışdır. Baxırıq ki, 100-200, yəni 100-lüyü qalıb, burada 1000-liyi yazılmayıb, burada 2000 olmuş olacaq. Daha sonra üstəgəl 50 yazılmışdır. Və biz bunları toplayanda 3000 üstünə nə edirik? 3624-ün üstünə 2000 gəlmiş olsa 5624 etmiş olacaq. 624. 5624. Daha sonra 5624-ün üstünə 200 gəlmiş olsa 5824. Onun da üstünə 50 gəlmiş olsaq, yəni 24-ün üstünə 50 gəlmiş oluruq. Bizə 5874 etmiş olacaq ki, 5874 də C variantında verilmişdir. Yəni açıq şəkildə yazırıq və ilk başlayırıq hər bir rəqəmin mərtəbə qiymətini bir-bir əlavə edərək, yəni yuvarlaq ədədləri toplaya-toplaya daha rahat şəkildə cəmi tapmış oluruq. Yəni şifahi şəkildə tapmış olarıq. Onda yazır ki, misalda çıxılanı açıq şəkildə yazmaqla fərqi tapsaq, nömrələnmiş ədədlərdən hansı ən kiçik olar? Açıq şəkildə, yəni çıxılanı da açıq şəkildə yazılıb, bir yuvarlaq ədəd alınır, yəni açıq şəkildə yazarkən. Bu zaman bir-bir çıxarıq. Burada da baxırıq ki, bizə yazır ki, misalda çıxılan açıq şəkildə yazmaqla fərqi tapsaq, nömrələnmiş ədədlərdən hansı ən kiçik olar? Biz görürük ki, burada 9793'dür və çıxıblar. Çıxanda 9793'dən burada 9000'dən əlbəttə ki, neçə min çıxılıb? 4000 çıxılıb ki, burada birinci deyir ki, hansı nömrələnmiş ədədlərdən hansı ən kiçik olacaq? Ən kiçik əlbəttə ki, 4-cüsü olmuş olur. Ən kiçik ədəd. Yox, 4-cüsü olmayacaq. Burada əlbəttə 4-cüsü 9793'dür. 9793'dür. Bu heç bu azalandır. Burada yazdığımız isə biz bilirik ki, neçə çıxıb? 4000 çıxıb. 4500 3 etmiş olur. 4503'ü çıxıblar. Burada 4000'dir. Burada 500'dür. Burada 3'dür. Burada yenə də 3-cüsü olacaq. Başlayın. 9000 yazmışam burada. 9000 yox, bunu sonda yazarıq. 4000 çıxıblar. Qalıb burada 5000. 5793. 5793. Burada da olmuş olacaq. 5793'dən də
500'ü çıxmış olsa qalacaq 5293 və bundan da 3'ü çıxsaq 5200. Bu nömrələnmişlərdən ən kiçiyi hansıdır? Əlbəttə ki, ən kiçiyi ikincisi olmuş olacaq ki, doğru cavab B variantında verilmişdir. 11-ci suala baxırıq. Yazı ki, ədədləri 10 minliklərə qədər yuvarlaqlaşdırmaqla təqribi fərqi hesablayın. 10 minliklərə qədər yuvarlaqlaşdırmış olaraq buradan yazaq. 96154 çıxılsın 38456 bərabərdir. 10 minliyə qədər, yəni təqribi bərabərlik qoyuruq burada. 10 minliyə qədər yuvarlaqırsa bu olacaq. Deməli 10 min, minin altına həsr edin. 10 minliyə qədər yuvarlaqlaşmış olsaq bu olacaq 100 min. 100 min çıxılsın. Bunu da 10 minliyə qədər yuvarlaqlaşdırmış olsaq bu da olacaq 40 min etmiş olacaq. Bu da bərabərdə 60 min cavabını almış oluruq ki, doğru cavaba baxırıq. A variantında verilmişdir. Növbəti suala baxırıq. 12-də yazır ki, yeganə verilən misalda ədədləri hər dəfə fərqli mərtəbəyə qədər yuvarlaqlaşdırmaqla 4 təqribi cavab aldı və hər bir cavabı uyğun xanalara yazdı. Hansı xanadakı təqribi cavab dəqiq cavaba ən yaxındır? Deməli, birincisində onluqlara qədər yuvarlaqlaşdırıb və bu boş xanaya deyir ki, cavabı uyğun xanalara yazdı. Bunları birinci onluqlara qədər yuvarlaqlaşdırmış olsaq, eləyəcək 23640, üstə gəlsin 46630. Bunları toplamış olsaq 70, burada 2, burada 0, burada da 7. 70270. Dəqiq cavabı da amma tapmalı, dəqiq cavabı da bilməyimiz lazımdır. Biz də bunu elə burada yazın. Deməli 35, 29, 64. 64 daha sonra 6, 6, 12. 2 yazırıq. 1 yadda 23, 46. 69'a 70. 70.264. Yani burada aldığımız 70.270 olmuş oldu. Bence en yakında bu olacaq. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda baxırıq ki, alınacaq 23.600 alınacaq. 23.600 üstə gəlsin 46.600. 46.600 toplasaq bunlar 0, 0, 2. Burada 3 ilə 6, 9 da bir 0. Burada 2 ilə 4, 7. 70.200 alınmış oldu. Burada yazırıq 70.200. Minliklərə qədər yuvarlaqlaşdırdıqda alınacaq 24.000. Digər tərəfdə də alınacaq 47.000. Bunları da topladıqda 71.000 etmiş olur. Burada da 71.000 alınmış oldu. Növbəti də 10 minliklərə qədər yuvarlaqlaşsa da 20.000 və 50.000 alınmış olur ki, bunları da toplayanda 70.000 cavabını alırıq. Burada da 70.000 yazmış olarıq. Ən yaxını hansıdır? Onluqlara qədər, yəni birincisi doğru cavab B variantında verilmişdir. Bu qədər. 13-cü suala baxırıq. Yazı ki, yüzlüklərə qədər yuvarlaqlaşdırmaqla cəmi tapın. Yüzlüklərə qədər yuvarlaqlaşdırırıq. Bu olacaq 16.900. Üstə gəlinsin 5400 olmuş olur. Bu da bərabərdir. 9 ilə 6, 400, 1300, 300'ü yazmış oluruq. 1000 yadda, 16.000, o da 5.000, 21.000, o da 22.000. 22.300 cavabı C variantında verilmiştir. 14'te yazır ki, ədədləri açıq şəkildə yazmaqla fərqi tapın. Bərabərdir yazırıq ki, buranı silək. Bizə də maneçilik törətməsin. Ədədləri açıq şəkildə yazmaqla fərqi tapın. Ədədləri açıq şəkildə deyəndə biz çıxılanı açıq şəkildə yazmış olaraq. Yaz ki, 92.572 çıxılsın 20.000.
çıxılsın 9000, çıxılsın 800, çıxılsın 10, çıxılsın 9 bərabərdir. İlk öncə 92.000-dən 20.000 çıxsa qədər 72.000 olacaq. 72.572 çıxılsın 9000, çıxılsın 800, çıxılsın 10, çıxılsın 9 bərabərdir. Buradan da 72.000-dən 9.000 çıxmış olsa qalacaq 63.572. 63.572 çıxılsın 800, çıxılsın 10, çıxılsın 9. Bu da bərabərdir. 63.572-dən 800 çıxsaq qalacaq 62.772. 62.772 çıxılsın 10, çıxılsın 9. Bu da bərabərdir. 62.772-dən 10 çıxsa qalacaq 62.762. Bundan da 9 çıxmış olsa qalacaq 62.753 və 62.753 də D variantında verilmişdir. 15-ci suala baxırıq. Ədədləri minliklərə qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi tapın. Yuvarlaqlaşdırmış olaraq neçəyə qədər? Minliklərə qədər deyir. Minliklərə qədər yuvarlaqsa birincisi olacaq 82.000, çıxılsın 55.000. 82-dən də 55 çıxmış olsaq qalacaq 27.000. Doğru cavabımız da C variantında verilmişdir. 16-ya baxırıq. Yazır ki, ədədləri açıq şəkildə yazmaqla cəmi tapın. Əlbəttə toplananlardan birini açıq şəkildə yazmış olaq ki, o da ikinci toplananı açıq şəkildə yazarıq. Birinci 13.347 üstə gəlinsin 5.000, üstə gəlinsin 800, üstə gəlinsin 80, üstə gəlinsin 7. İlk öncə 13.000 üzərinə 5.000 gəlsək 18.347. Üstə gəlinsin 800, üstə gəlinsin 80, üstə gəlinsin 7 yazırıq. 347-nin üzərinə 800 gələndə 1147 eləyəcək. O da 147-ni saxlayaraq 19.147. Üstə gəlinsin 80, üstə gəlinsin 7 bərabərdir. Buradan da 19.147-nin üstə 80 gəlmiş olsaq, yəni 147-nin üstünə 80 gələndə eləyəcək 227. 19.227. Bunu da üstünə gəlmiş olaraq 7-ni. Bu da bərabərdir 19.234. 19.234 də A variantında verilmişdir. Bu qədər. Növbəti izahımız ikinci bölmə üzrə qiymətləndirmə olacaq. Növbəti izahları izləməyə davam edin. Hələlik sağ olun.